Əgər indi bir sehrbaz gəlib mənə istədiyim hər şeyi yerinə yetirə biləcəyini desə, ona nə cavab verə biləcəyimi heç bilmirəm. Tolstoy həyatının növbəti mərhələsini bu cümlə ilə bizə izah eləyir. Heç bir şey arzulaya bilmirdim, hətta həqiqətdən acah olmağı belə. Çünki həqiqətin də nədən ibarət olduğunu sezirdim. Həqiqət həyatın boş və mənasız olmasından başqa bir şey deyildi. Həyat boş və mənasızdır sözü bizə çox tanış sözdür. Bu söz bizim üçün adiləşib artıq. Çünki bu sözü demək olar ki, hər gün ətrafımızdakı insanlardan eşidirik. Sosial şəbəkələr bu sözü deyən psixoloqlarla, fəlsəfə adamları ilə, küçə pedaqoqları ilə doludur. Araşdırsaq görərik ki, bu insanlar əksər hallarda şəxsi həyatlarında heç bir uğur əldə edə bilməyən, deyingən, savadsız, daim başqalarını qınayan, öz həyatlarından şikayət edən, yoxsul və paxıl ruhlu insanlardır. Amma Tolstoy bu sözü deyəndə bu fikrə qeyri-ciddi yanaşa bilmirik. Çünki normal bir insanın ömür boyu sahib olmaq istəyəcəyi hər şey artıq çoxdan sahib idi. Və günün sonunda həyatdan bu qədər əlini ətəyini çəkən birinin bəlli bir mövzu haqqında düşünməməsi mümkünsüz olardı. O mövzu intihardır. Amma qəribədir ki, Tolstoyun intihara münasibəti passivdir. İntihar edən insanların ortaq özəllikləri nədir? Həyat onlar üçün öz mənasını itirmişdir və artıq yaşamaq istəmirlər. Tolstoyu bu insanlarla bağlayan bir cəhət var. Tolstoy üçün də həyat öz mənasını itirmişdir, amma Tolstoy bununla kifayətlənə bilmir. Həyatın tamamilə mənasız bir yer olduğunu özü üçün müəyyənləşdirsə də, ağlının bir küncündə belə bir sual yaranır. Ya bilmədiyim başqa nəsə varsa? Tolstoyu fərq edən cəhət odur ki, o həyatdan qurtulmaqdan savayı bir məna axtarışındadır. Onun üçün qurtuluş ikinci plandadır. İntihar edən bir adama bildikləri maraqlıdır. Bildikləri və yaşadıqları onu boğaza yığır və bir gün özünü öldürür. Amma Tolstoy bildiklərini yox, bilmədiklərinin izindədir. Tolstoy ümid eləyir ki, həyatın bir mənası var və sorğulayıcı tərəfi onu mənasızlığa passiv şəkildə təslim olmağa imkan vermir. Və biz bu mərhələdə intiharla yaşam arasında sıxışıb qalmış bir Tolstoy görürük. O dövrdə hər kəsin xoşbəxt hesab etdiyi mən hər axşam paltarımı soyunarkən tək olduğum otaqda ipləri çıxardırdım ki, şpalların arasındakı köndələn tirdən özümü asmayım. Ən asan yolla həyatla vidalaşma üsulu məni başdan çıxartmasın deyə əlimə silah alıb ova da getmirdim. Özüm də bilmirdim nə istəyirəm. Həm yaşamaqdan qorxur, ondan uzaqlaşmağa çalışırdım, həm də ondan nə isə umurdum. Tolstoy qeyri-müəyyənliyə təhəmmülü olmayan biridir. Hər şeyin aydın və dəqiq olmasını istəyir. Buna görə də yaşı ötdükcə hər tərəfli sağlam olmasına rəğmən onu ciddi bir qorxu bürüyür. Bu da ölüm qorxusudur. Tolstoy əslində ölümdən yox, ölümün qeyri-müəyyənliyindən qorxur. Çünki insan ölümünü təxmin eləyə bilmir. Ölüm anidən gələr və həyat sona çatır. Buna görə də Tolstoy 50'li yaşlarında ciddi şəkildə intihara meylənir. Çünki intiharda müəyyənliyi var. Özün öz ölümünü təyin edirsən. Amma təbii ölümü sən kontrol edə bilməzsən. Buradan aydın görünür ki, Tolstoyu nə ölüm, nə mənasızlıq qorxutmur. Tolstoyu qeyri-müəyyənlikdən doğan şübhə qorxudur. Əgər meşədə yaşayaraq, oradan çıxış yolu olmadığını bilən adam kimi olsaydım, başımı aşağı salıb yaşaya bilərdim. Ancaq mən meşədə azmış, azdığına görə başını itirmiş adama bənzəyirdim. Yola çıxmaq üçün çırpınan, hər addımının onu daha da azdırdığını anlayan, amma çırpınmadan da dura bilməyən adamın alına. Tolstoyun axtarış mərhələsinin ilkin dayanacağı elm olur. Bütün elmləri sözün əsl mənasında ələk-vələk eləyir. Onun axtarışın kökündə nə həvəs var, nə də maraq. Öz deyimi ilə işgəncə çəkərək axtarış eləyir. Amma elmi axtarışında nəinki bir şey tapmaq, əmin olduğu ümidsizliyi daha da şiddətlənir. Çünki görür ki, o da axtarışda olan digər adamlar kimi eyni nəticə ilə üzləşir. Nəticə heçlik, yəni suallarına heç bir əsaslı cavab tapa bilmir. Tolstoy ilkin olaraq bu mərhələdə elmdən yox, öz cahilliyindən şübhə eləyir və düşünür ki, bəlkə problem məndədir, mən elmi başa düşmürəm. Amma sonda qənaətə gəlir ki, onun sualları çox əsaslıdır və bütün biliklərin təməlini təşkil edir. Əgər bu suallara cavab vermək iddialı deyilsə, demək o və onun sualları yox. Elm özü günahkardır. Bəs Tolstoyun axtarışının özəyini hansı sual əhatə eləyirdi? Əslində bu sual çox minimalistdir.
Özü də vurğulayır ki, məni intihar həddinə gətirən bu sual sadəlöv uşaqdan tutmuş ən müdrik qocayadək hər bir insanın ürəyində yatan çox sadə sual idi. Sual bundan ibarətdir. Mənim bu gün etdiklərimdən, sabah edəcəklərimdən nə çıxacaq? Bütün həyatımın nəticəsi nə olacaq? Başqa sözlə desək, mən nə üçün yaşamalıyam? Nə üçün hər hansısa bir şey istəməliyəm? Hər hansısa bir şey nəyə görə eləməliyəm? Yaxud mənim həyatımda elə bir məna varmı ki, qaçılmaz olan ölümümdən sonra məhv olmasın? Tolstoy bu suala cavab axtarır və belə bir nəticəyə gəlir ki, insana məxsus bütün biliklər bu sualla bağlı hardasa iki əks yarımkürəyə bölünür. Bu yarımkürələrin iki zidd qütbü var, mənfi və müsbət. Ancaq onların heç birində həyatla bağlı sualların cavabı yoxdur. Bir sıra elmlər bu sualı heç qəbul da eləmir, sadəcə özünün müstəqil olaraq qoyduğu suallara cavab verir. Bu elmlər təcrübə elmləridir və onların ən son nöqtəsində riyaziyyat durur. Digər qismi isə bu sualı qəbul etsə də cavab vermir. Söhbət sıralamaların ən ucu nöqtəsində metafizika duran mücərrəd elmlər qrupundan gedir. Tolstoy öncələri təcrübə elmlərə baxıb özlüyündə bunu yəqin eləyirmiş. Hər şey inkişaf eləyir, mürəkkəbləşir və mükəmməlləşməyə doğru gedir. Bu gedişatı idarə edən qanunlar var. Sən bütövün bir hissəsisən. Bütövu anladıqca özünü də, bütövdəki yerini də başa düşürsən. Tolstoy bu nəzəriyyəni öz bədənində də müşahidə eləyir. O böyüyür, möhkəmlənir, yaddaşı güclənir və elə zənn eləyir ki, bu elə bütün dünyanı idarə edən qanundur. Ancaq vaxt çatır, Tolstoy görür ki, böyümə dayandı və hiss eləyir ki, daha inkişaf eləmir, əksinə geriləyir. Əzəlləri zəifləyir, dişlər tökülür. Başa düşür ki, bu qanun nəinki ona nəyisə izah etmir. Hətta heç belə bir qanun da yoxdur və ola da bilməz. Və Tolstoy əmin olur ki, sonsuz inkişaf qanunları yoxdur. Başa düşür ki, məkan və zaman sonsuzluğunda hər şeyin inkişaf eləyərək təkmilləşdiyini söyləmək heç nə demək deyil. Bütün bunlar mənasız sözlərdir. Çünki sonsuzluqda nə mürəkkəb, nə də sadə, nə ön, nə də arxa, nə yaxşı, nə də pis var. Bu biliklər Tolstoya maraqlı, cazibəli gəlsə də, onun axtardığı bəs mənim arzularım sualına cavab verməkdə uğursuz olur. Ardınca psixologiya, biologiya, sosiologiya kimi sahələr öz tutur və bu sahələri düşüncənin miskinliyi olaraq adlandırır. Lazımsız sualların həllinə yönəlmiş əsassız iddialar və bir mütəfəkkirin digərləri ilə, hətta özü ilə olan ziddiyyətli tərəfləri. Daha sonra həyatla bağlı suallara cavab axtarmayan, ancaq özlərinə aid xüsusi elmi sualları cavablandıran elm sahələrinə yönəlir və bu nəticə ilə üzləşir. Sənin kim olduğun, niyə yaşadığınla bağlı suallara cavabımız yoxdur. Biz heç bununla məşğul da olmuruq. Ancaq işığın, kimyəvi birləşmələrin qanunlarını bilmək istəyirsənsə, bunlara aydın, dəqiq cavabımız var. Və bu cavablardan yola çıxdıqda təcrübə elmlər mən nə üçün yaşayıram sualına ancaq belə cavab verə bilir. Sonsuz dərəcədə uzun müddətdə, sonsuz sayda kiçik hissəciklər sonsuz mürəkkəblikdə şəkil dəyişkənliyinə uğrayırlar. Bu dəyişkənliklərin qanunlarını başa düşəndə nə üçün yaşadığını da anlayacaqsan. Mücərrəd elmlərə baxdıqda o deyir, bütün bəşəriyyət ona rəhbərlik edən mənəvi qanunlar, ideallar əsasında yaşayır və inkişaf edir. Bu ideallar dinlər, elmlər, incəsənət sahələri, dövlətçilik formaları ilə ifadə olunur. Onlar getdikcə təkmilləşir və bəşəriyyət yüksək rifaha doğru yol alır. Mənim də vəzifəm idealları izah edilib həyata keçirilməsinə kömək etməkdən ibarətdir. Tolstoy bu nəzəriyyələri Kəmağıl dövründə qəbul etdiyi nəzəriyyələr olaraq adlandırır. Deyir ki, təcrübə elmlərin məqsədi maddi təzahürlərin səbəb-nəticə ardıcıllığıdır. Yəni o gedişatla maraqlanır. Ona görə də son səbəb barədə sual ortaya qoyulananda təcrübə elm cəfəngadı çevrilir. Mücərrəd elmin məqsədi isə həyatın səbəbsiz nəticələrini öyrənməkdir. Amma burada da ortaya səbəbli nəticələrin araşdırılmasından danışanda ortada boşluqdan başqa heç nə qalmır. Bu iki faktı lori dildə belə izah eləyə bilərik. Təcrübə elm deyir ki, məsələn, fizika, kimya kimi elmlər. Onlar baxırlar ki, məsələn, nə üçün yağış yağır, od niyə yandırır, bir şey niyə yerə düşür. Yəni bu elmlər hadisələrin səbəbini və ardıcıllığını tapmağa çalışır. Amma Tolstoy deyir ki, sən bu cür sualları verə-verə ən sonda bəs niyə ümumiyyətlə belə bir şey var kimi suallara gəlirsən. O anda elm susur, çünki artıq bunun cavabı yoxdur. Yəni elm bir yerə qədər işləyir.
ondan o yana danışanda boş və mənasız görünür. Mücərrəd elmə isə məsələn fəlsəfə, o da həyatın mənası nədir, nəyə görə yaşayırıq, ölüm niyə var kimi suallarla məşğuldur. Amma Tolstoy deyir ki, bu elmdə səbəbləri tapmaq yoluna düşəndə, məsələn biz niyə yaşayırıq sualını çox dərin qazanda, yenə axırda boşluğa çıxır. Çünki orada da qəti cavab yoxdur. Filosof həyatın mahiyyətini insanda və mövcud olan hər bir şeydə görsə də həmişə eyni şeyi təkrar edir. Mahiyyət var və insan o mahiyyətin özüdür, ancaq onun nəyə lazım olduğunu heç bir dürüst mütəfəkkir bilmir. Tolstoy soruşur, niyə mahiyyət olmalıdır? Fəlsəfə bu sualı cavablandırmır. Nəinki cavablandırmır, hətta eyni sualı o özü verir və əgər həqiqi fəlsəfədirsə, mən nəyəm, dünya nədir sualına hər şey və heç nə cavabından başqa verəcəyi aydın cavab olmadığını qəbul edir. Elmin yaydığı işıq Tolstoyun qaranlığına heç bir aydınlıq gətirə bilmir. Əksinə, elm Tolstoya aydın olduqca bir o qədər lazımsızlaşır. Tolstoy bundan əmin olduqdan sonra bir nəticəyə varır. Belə vəziyyətdə ortaya çıxan bir şey var. Verilən cavab suala uyğun deyil. Mənə həyatın mənası lazımdır. Bu, həyatın sonsuzluqda bir hissəcik olması ona heç bir məna qazandırmır. Üstəlik, hər hansısa bir mənanı məhv eləyir. Tolstoy bu mərhələdə Schopenhauer, Sokrat və Süleymanın gəldiyi nəticələri incələyir. Sokrat deyir, müdrik insan ömrü boyu ölümü axtarır. Ona görə də ölüm ona qorxulu deyil. Çünki Sokrata görə həqiqətə yalnız həyatdan uzaqlaşdığımız qədər yaxınıq. Schopenhauer deyir, insan yaşamaq istəyindən ibarətdir. Bu istək bir iradədir və bir gün bu iradə yox olacaq və bizdən geriyə sadəcə bir heçlik qalacaq. Süleymanın dedikləri isə daha bədbindir. Süleyman deyir, günəş altında yeni heç nə yoxdur, hər şey heçdir. İnsanın günəş altında çəkdiyi əziyyətlərin ona nə faydası var? Bir nəsil gedir, digəri gəlir. Nə olub, o da olacaq. Nə edilibsə, o da ediləcək. Mən yer üzündə baş verən hər şeyi görmüşəm və budur, deyirəm. Hər şey boşdur. Ruh əzabdır. Əgər məni də səfehlərin aqibəti qarşılayacaqsa, onda niyə belə bir müdrik olmuşam? Kim ki hələ sağdır, ümidi var. Çünki ölü aslan olmaqdansa diri it olmaq daha yaxşıdır. Elmdə bir izah tapa bilməyən Tolstoy, ətrafındakı insanların həyatlarında bir izah tapmaq ümidi ilə onları müşahidə eləməyə başlayır və çevrəsindəki insanları 4 qrupa ayırır. Birinci qrup xəbərsizlərdir. Bu qrupda olan adamlar həyatın bədbəxtlik və mənasızlıqdan ibarət olduğunu dərk eləməyiblər. Hər şeydən xəbərsiz şəkildə yaşayırlar. Nə sorğuluyurlar, nə də şübhəyə düşürlər. Yəni, bu adamların sözün əsl mənasında dünyadan xəbərləri yoxdur. Tolstoy bu qrupdakı insanlara qısaca küt insanlar deyir. Onlardan öyrənməli nəsə yoxdur. İkinci qrup kef əhlidir. Bu qrupdakı insanlar həyatın mənasız olduğunu bilirlər, amma bunu bilə-bilə həyatdan zövq almaqla məşğuldular. Tolstoy etiraf eləyir ki, onun ətrafındakı insanların əksəriyyəti bu qrupa aid idi. Fikirlər, zikirlər ancaq harda yeyim, harda gəzim, kimlə yatım. Bundan savayı bir dərdləri yoxdur. Bu tip adamların bəzən həyatlarını bir fəlsəfə kimi qələmə verməsi və bunu pozitiv fəlsəfə adlandırması Tolstoya görə özü ilə kütlüyün bir növüdür. Çünki bu qədər ciddi bir həqiqəti görüb hələ də həzz axtarışında olmaq axmaqlıq tələb eləyir. Çünki həzzə qərq olmaq onları həqiqətin varlığından qurtarmır. Gec-tez onunla üzləşəcəklər. Üçüncü qrup qorxusuzlardır. Bu adamlar həyatın mənasız olduğunu başa düşür, onlarla oynanılan axmaq zarafatı dərk eləyir, ölülərin dirilərdən daha xoşbəxt olduğunu varsayıb intihar eləyirlər. Tolstoyun ətrafında belə tanışları olub, amma çox az olduğunu qeyd edir. Dördüncü qrupu isə zəiflər olaraq adlandırır. Bu adamlar mənasızlığı dərk eləyir və buna rəğmən həyatlarını uzatmağa çalışırlar. Hər şeyə rəğmən həyatı yaşamaq ifadəsi tam da bu qrupdakı adamlara uyğun ifadədir. Tolstoya görə bu insanlar ona görə yaşayırlar ki, intihar onlara çox qorxulu gəlir. Elə buna görə də onları zəif adlandırır. O, özünü də məhz bu qrupa aid eləyir və buna görə utanc duyur. Bu bölgüdən sonra Tolstoy daha bir şübhə bürüyür. O da budur. Mənim ağlım həyatın məntiqsiz olduğunu etiraf eləyir. Yaxşı, əgər ali əql yoxdursa, yəni Tanrı yoxdursa, deməli mənim üçün həyatı yaradan ağlın özüdür. Ağıl olmasaydı həyat da olmazdı. Yaxşı,
Bəs bu ağıl həyatın yaradıcısı ola-ola necə onu inkar edə bilir? Tolstoy hiss edir ki, nəsə doğru deyil. Deyir ki, həyat mənasızdır, amma mən həyatı yaşayıram. Mənim kimi bütün bəşəriyyət də mövcud olub və olacaq. Bəs əgər yaşamamaq mümkündürsə, niyə yaşayıram? Nə ona, nə də Schopenhauer'a həyatı inkar etməyə heç nə mane olmur. Onda özünü öldür və daha mühakimə yürütmə. Həyat xoşuna gəlmir, onunla vidalaş. Çox şadyana bir məclisə düşmüsən, hamı yaxşı vaxt keçirir, nə etdiyini bilir, səsə darıxır, iyrənirsən. Onu tərk elə. Tolstoy etiraf edir ki, nə qədər həqiqət olsa da müdrikliyimiz bizə həyatımızın mənasını anlayacağımız biliyi vermirdi. Tolstoy bu mərhələdə özünü qınayır. Bütün bəşəriyyətin bu zamana kimi özünün də yaşadığı həyatı sahmana salıb, əziyyət çəkib inkişaf etdirməsinə rəğmən, onların bütün əziyyətlərini görməzdən gəlib bunu mənasızlıq adlandırmasını kobudluq olaraq görür. Öz-özünə deyir, mən hardasa səhv buraxmışam, ancaq harda onu bilmirəm. Ağıl işləyirdi, ancaq ondan başqa işləyən bir şey də vardı və mən onu yalnız həyat şuuru adlandıra bilərəm. Həyat şuuru adlandırdığı bu həqiqəti ağıldan daha üstün hesab edən Tolstoy əslində bütün insanlıqdan xəbərdar olmadığının fərqinə varır. 4 qrupa ayırdığı çevrəsi heç də bütün həyatı əhatə etmirdi. Dünyada başqa insanlar da yaşayırdı. Necə olub ki, mənim, Schopenhauer'un, Süleymanın həyatının əsl həyat, milyardlarla insanın həyatının isə diqqətə layiq bir şey olmadığını düşünmüşəm. Yaşamaq, həyatın mənasını anlamaq istəyirəmsə, bu mənanı itirib özünü öldürmək istəyənlərdə yox, həyatı davam etdirən, özlərinin də bizim də yükümüzü çəkib yaşayan milyarlarda axtarmalıyam. Və Tolstoy sadə insanların həyatına daxil olur. Görür ki, bu insanlar onun 4 qrupa böldüyü çevrəsindən tamamilə fərqlidirlər. Bu insanlar məna axtarışında deyirlər, amma həyatın mənasının izahıdırlar. Onlar həzz əvəzinə əzab-əziyyət çəkirlər, intiharı isə bədbəxtlik hesab edirlər. Deməli, ağıla əsaslanan bilik həyata məna vermir, onu inkar edir. Milyarlarla insanın bütün bəşəriyyətə verdiyi məna isə hansısa yalançı, zavallı biliyə əsaslanır. Onlar bu mənanı ağıldan kənar biliklə qəbul edirlər. Bu ağıldan kənar bilik inancdır. Tolstoy tamam çaşbaş qalır. Əmin olur ki, o ağıl yolu ilə həyatın inkarından başqa heç nə tapa bilməyəcək. İnanc yolu isə birbaşa ağılı inkar edir. Ağlı inkar etmək isə həyatın inkarından daha mümkünsüzdür. İnanc isə belə deyir Tolstoya. Həyatına məna qatmaq istəyirsansa, ağlından əl çəkməlisən.